Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. Qlobalas xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5 dərəcədən 9 dərəcəyə qədər isti, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70%-dən 80%-ə qədər təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısa müddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcədən 9-a qədər isti, gündüz 17-dən 22-yə qədər isti, dağlarda gecə 3 dərəcədən 8-ə qədər isti, gündüz 15 dərəcədən 20-yə qədər isti olacaq.